Şuşada keçirilən Xarı Bülbül Beynəlxalq Festivalı bugün başa çatdı. Sonuncu gün festival 2 hissədən ibarət olub. Birinci hissədə Qarabağ Universitetinin İncəsənət Fakültəsinin tələbələri musiqi nömrələri ilə çıxış edib. İkinci hissədə isə xalq artisti Polad Bülbüloğlu'nun 80 illik yubileyinə əsr olunan konsert proqramı baş tutub. Qarabağ Universiteti ilk dəfədir ki, Xarı Bülbül Festivalında iştirak edir. Bildiyiniz kimi universitetimizin əsas fakültələrindən biri İncəsənət Fakültəsidir. Bugün İncəsənət Fakültəmizin tələbə və müəllim heyəti bütün heyəti ilə Xarı Bülbül Universitetimizin fakültələrindən biri də İncəsənət Fakültəsidir. İncəsənət Fakültəsinin tələbə və müəllimləri Xarı Bülbül Festivalının səhnəsində möhtəşəm çıxış etdilər. Hər birimiz qürurlandıq. Bugün muğamımız, milli musiqimiz Xarı Bülbül Festivalının səhnəsində tamam fərqli səslənir. Cüdür düzündə olmaq böyük xoşbəxtlikdir. Belə bir beynəlxalq festivalın bir hissəsi olmaq böyük qürurdur. Gördüyünüz kimi çox gözəl bir bayram konserti kimi demək olardı, keçdi. Mən bütün xalqımıza deyərdim ki, bugün bizim xalqımız xoşbəxtdir bu günə. Biz sevinirik, Qarabağımızda, Xankəndimizdə bizim bayrağımız dalğalanır. Və mən arzu edirəm ki, bizim bu milli musiqimiz daima bax belə hər il davam eləsin inşallah. Bizim musiqimiz bütün dünya tanıyır. Təbii ki, bundan da sonra biz çalışacağıq ki, musiqimizi daha da zirvələrə qaldıraq inşallah. Mən həmişə bu 30 ildə deyirdim ki, bax atamın, Bülbülün, böyük üzeyrimizin, böyük sənətkarlarımızın, Şuşadan çıxan sənətkarlarımızın ruhu narahatdır. Bilirsiniz ki, işğal zamanında da mən 2 dəfə burada oldum və çox çətin idi mənim üçün şəxsən atamın yurdunu, evini bu halda görmək və ətrafda belə də bizə çox belə düşman gözü ilə baxırdı və bu çox çətin anlar idi. Allah'a min şükür ki, bunlar hamısı çıxdı, getdi. Azərbaycan xalqı böyük qələbə çaldı. Buradan bir daha demək istəyirəm ki, Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin, uzun ömür versin.